Salam, bugün 5-ci sinif riyaziyyat dərsində səhifə 44-də olan məsələlər hissəsinə baxırıq. Şəkildə düz xəttlər bir nöqtədə kəsişir. Konqruent və qonşu bucaqları müəyyən edin. Deməli, LM bizim bir düz xəttimizdir, KT bir düz xətt, AE isə bir düz xəttimizdir. Konqruent və qonşu bucaqları müəyyən edin. Konqruent bucaqlarımız bizim nədir? Qarşılıqlı bucaqlarımızda, düz deyil. Gəlin burada qarşılıqlı bucaqlarımızı yazaq. KSL və MST baxın qarşılıqlı bucaqlardır. Bərabərdirlər yəni. KSL konqruentdir MST-yə. Daha sonra KSA yəni bura ilə YST bura baxın konqruentdir çünki qarşılıqlı bucaqlardır. ASK konqruentdir YST-yə. Ən son olaraq da ASM ilə LSY konqruent bucaqlardır çünki qarşılıqlıdırlar. Qarşılıqlı bucaqlardılar. ASM konqruentdir LSY-yə. Və qonşu bucaqları deyir müəyyən edin. Gəlin hər bir 180-in üzərindəki bucaqlara baxaq. Bizim KST bir 180 dərəcəli bucağımızdır da, düz deyil. Onun üzərindəki bucaqlar bizim qonşu bucaqlarımızdır. KST 180-in üzərində hansı bucaqlar var? KSL, LSY və YST. Bu bucaqlarımız bizim bir qonşu bucaqlarımızdır. KSL, LSY və YST. Bunlar bir qonşu bucaqlarımızdır. Daha sonra baxaq ASY düz xəttinə. Burada 180 dərəcədir. Bunun üzərində hansı bucaqlar var? ASK, KSL və LSY. Deməli, bu bucaqlar da bir qonşu bucaqlardır. Bu bucaqlar. ASK üzərinə gəlinsin. KSL və LSY. LSY də bir qonşu bucaqlarımızdır. Son olaraq gəlin MSL düz xəttinə baxaq. Bu düz xəttin üzərində hansı bucaqlar yerləşir? MSA, ASK və KSL. Biz bir tərəfinə baxırıq, amma yalnız bir tərəfində yox, digər tərəfindəkiləri də qonşu bucaqlar sayırıq biz. Məsələn, bu düz xəttin üzərində bu bucaqları saydıq axı. Bu bucaqları da saya bilərik. LSY, YST, TSM. Mən indi hamısını yazmıram, amma bunların hamısı qonşu bucaqlardır. Gəlin bir də şifahi şəkildə deyək. Deməli, KST düz xəttinin qonşu bucaqları nələrdir? KSL, LSY, YST və TSM, MSA, ASK. Gəlin bu düz xəttə baxaq, ASY düz xəttinə. Bunun qonşu bucaqları nədir? LSY, KSL, ASK və ASM, MST və TSY. Son olaraq da bayaq dediyimiz kimi MSL düz xəttinə baxaq. Bunun da qonşu bucaqları bu və budur. Keçək ikinci suala. Yelpik tam açıldıqda OA və OB bucaqları arasındakı bucaq 154 dərəcədir. Yəni, baxın, yelpik tam açılıb. Deməli, bu hissə 154 dərəcədir. 154. Qonşu çubuqlar arasındakı bucaqlar konqruentdir. Yəni, bu. Bütün hissələr bərabərdir, yəni x-dir. Hər biri. Konqruent olarsa, bu bucaqların ölçülərini tapın. Gələk görək, qonşu çubuqlar neçə dənədir? 1 dənə, 2 dənə, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Hər birində x adlandırdığımız üçün, deməli, bizim 11 ədəd x-imiz var. 11 x-imiz də nəyə bərabərdir? 154-ə, düz deyil. 154-ə bölü 11-ə cavab eləyir 14. Bu bucaqların ölçüləri də hər bir x, yəni qonşu bucaqlar arasındakı məsafə də 14 dərəcədir. Şəkildə düz xəttlər bir nöqtədə kəsişir. Konqruent bucaqları və tən bölənlərini tapın. Konqruent bucaqlar deməli qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlarımızı tapaq. Deməli AOM bucağı ilə NOB bucağı qarşılıqlıdır, yəni konqruentdir. Bura olur 60 dərəcə. DON bucağı ilə CON bucağı qarşılıqlıdır. Ona görə burada olur 60 dərəcə. Çünki bura 60-dır. Gəlin indi AOD bucağını tapaq.
Bura bir düz xətti, bir 180 dərəcədir. Burada 120 dərəcə olduğu üçün 120-dən də 180-dən də 120-ni çıxırıq və buranı da 60 tapırıq. Qonşu və qarşılıqlı bucaqları müəyyən edin. SOB ilə də AOD qarşılıqlı olduğu üçün burada 60 olur. Və qonşu bucaqları da gəlin tapaq. Birinci baxaq COD düz xəttinə. Bu bucaq və bu bucaqla bu bucaqlar bir-biri ilə qonşu bucaqlardır. Bu bucaq və bu bucaq da qonşu bucaqlardır. İndi gəlin digər düz xətlərə baxaq. Bildiyi axı bütün bucaqlar 60 dərəcə oldu artıq. Ona görə onları da silirəm. İndi baxaq MON düz xəttinə. Bunun üzərində hansı bucaqlar yerləşir? Bu. Və digər tərəfinə də baxmalıyıq. Bu bucaq və bu bucaq da qonşu bucaqdır. Digər düz xəttdə həmçinin. Tənbölənlər olan şüaları müəyyən edin. Onlar hansı bucaqların tənbölənidir? Gəlin birinci MOP bucağını tapaq. MON 180 dərəcədir. 180 dərəcədən bu bucaqların cəmini çıxaq. 180 çıxılsın. Bura olur 30-u vuraq 4-ə 120 dərəcə. Bərabərdir 60. MOP bucağımız bizim olur 60 dərəcə. Və qarşılıqlı bucaq olduğu üçün NOK da olur 60 dərəcə. Tənbölən alan şüaları da müəyyən edək gəlin. OS şüası tənböləndir RON-in. R şüası, OR şüası tənböləndir QOS-in. OQ şüası tənböləndir POR-in. Və OP şüası da tənböləndir nəyin? MOR-in. OK şüası da tənböləndir. Xeyr, OK şüası tənbölən deyil. Yəni biz bildik ki, onlar hansı bucaqların tənbölənləridir. Bildik, hər birini ən az bir nümunə çəkə bildiyimiz üçün bildik ki, burada verilən 4 şüanın 4-ü də tənböləndir. Baxaq 5-ə. 2 qonşu bucaqdan birinin dərəcə ölçüsü digərindən 9 dəfə böyükdür. Deməli, 2 qonşu bucaq var. Birinin dərəcə ölçüsü digərindən 9 dəfə böyükdür. Kiçiyinə x deyirik, böyüyünə isə 9x. Bu bucaqların dərəcə ölçülərinin fərqini tapın. Gəlin birinci bucaqların özünü tapaq. 9 ilə 1-i toplayırıq. 10x bərabər eləyir 180 dərəcəyə. X olur 18 dərəcə, düzdür. Bu bucaqların fərqini ilk öncə tapmaqda olar. 9x-dən x-i çıxırıq 8x. Deməli, bu bucaqların fərqi 8x-dir. Elə birbaşa 8x-i tapırıq. 18-i vururuq 8-ə. Və yaxud da 9x-i birinci tapırıq, sonra x-i, daha doğrusu birinci x tapırıq, sonra 9-a vururuq, daha sonra çıxırıq. O biraz uzundur. Birbaşa 8x-i də tapmaq olar. Baxaq 6-ya. AOB 180 dərəcədir. Hər variantda AOB bucağı 180 dərəcə olaraq verilib. Məhsul bucağın dərəcə ölçüsünü tapın, yəni x-i. Baxaq A-ya. Açıq bucaqdır, 180. Bura 90-dır, bura isə 55. 180-dən 90 və 55-in cəmini çıxırıq, yəni 145-i. Çıxılsın 145, bərabərdir 35. Yəni burada x-imiz olur 35 dərəcə. Baxaq B-yə. 90 dərəcə verilib yenə də 90 və 2 ədəd y verilib. Biz tənliyimizi burada belə yazırıq. 2y üzərinə gəlinsin 90, üzərinə gəlinsin 42 dərəcə bərabərdir 180 dərəcə. 2y üzərinə gəlinsin 132 dərəcə bərabərdir 180 dərəcə. 2y bərabərdir 180-dən 132 çıxırıq, eləyir 48. Y-imiz də olur bizim burada 24 dərəcə. Baxaq C-yə. Burada 2G verilib, 27 və 45 dərəcəlidə 2 bucaq verilib. Yazırıq 2G üzərinə gəlinsin 27 dərəcə, üzərinə gəlinsin 45 dərəcə, bərabərdir 180. 2G üstə gəl 72 dərəcə, bərabərdir 180. 2G bərabərdir 180-dən 72 çıxırıq, 108 eləyir. G-imiz də olur 54 dərəcə. Baxaq D-yə. 2 ədəd A verilib, 31 və 33 dərəcəli bucaqlar verilib. 2A üzərinə gəlsin. 33 ilə 31-i toplayırıq, eləyir 64, bərabərdir 180 dərəcə. 2A bərabərdir 180-dən 64-ü çıxırıq, 116 dərəcə. A-mız da bərabər olur 58 dərəcə. Baxaq Y-yə. 180 dərəcəli bucağın üzərində 3T verilib və bir ədəd də 48 dərəcəli bucaq verilib. Tənliyimizi belə yazırıq.
3t üzərinə gəlsin 48 bərabərdir 180. 3t bərabərdir 132. Bunu da gəlin 3-ə bölək. T də bərabər olur 44 dərəcəyə. Son olaraq baxaq F-ə. Deməli, y və 1,2y verilib. Toplayırıq 2,2y. Üzərinə gəlsin 84 və üzərinə gəlsin 52 dərəcə. Bərabər olur 280 dərəcəyə. 2,2y üzərinə gəlsin 136 dərəcə. Bərabərdir 180. 2,2y bərabərdir 44 dərəcə. Y-i də buradan tapırıq ki, olur 20 dərəcə. Keçək 7-yə. Akrobatik xizək sürmə yarışında idmançı kiçik təpələrdən tullanarkən xizəkləri şəkildəki kimi çarpaz saxladı. Şəklə əsasən x və y-in qiymətlərini tapın. Biz bilirik ki, hər xizək düzdür də, düz deyil. Yəni 180 dərəcəyə malikdir. Əgər çarpaz saxlayıbsa, deməli burada 4 ədəd qarşılıqlı bucaq var. Yəni 30 dərəcə buradırsa, bunun qarşılıqlı bucağı olduğu üçün burada 30 olur bu hissə. Y üzərinə gəlsin 10 dərəcədirsə, burada y üzərinə gəlsin 10-dur. Əgər bura x üzərinə gəlsin 30-dursa, burada x üzərinə gəlsin 30-dur. Yəni əslində y üzərinə gəlsin 10 dərəcə bərabərdir x üzərinə gəlsin 30 dərəcəyə. Gəlin birinci bu 180 dərəcəyə əsasən, yəni 30 dərəcə ilə, yəni bu hissənin cəmi 180 dərəcəyə malikdir. 30 dərəcə üzərinə gəlinsin, x üzərinə gəlsin 30, bərabər olur 180 dərəcəyə. Tənliyimiz olur x üzərinə gəlsin 60 dərəcə, bərabərdir 180 dərəcə. X də bərabər olur 120 dərəcəyə. Biz bildik ki, x 120 dərəcədir. Gəlin bu hissədən də biz y tapaq. Bildik ki, biz bura 30 dərəcədir. Burada y üzərinə gəlsin 10 dərəcə. Bunların da cəmi 180 olur. Y üzərinə gəlsin 10, üzərinə gəlsin 30, bərabərdir 180 olur. Açıq bucaq daxil. Y üzərinə gəlsin 40, bərabərdir 180. Y-də də biz 140 tapırıq. Şəklə əsasən x və y qiymətlərini tapdıq. Y 140, x də 120. Tənlik qurmaqla qonşu bucaqların dərəcə ölçülərini tapın. Biri digərindən 40 dərəcə böyük olan. Gəlin biz burada bir açıq bucaq çəkək. Belə də bucaqları işarə edək. Deməli, biri digərindən 40 dərəcə böyükdür. Deməli, biri x-dirsə, biri x üzərinə gəlsin 40-dır. Burada tənlik necə olacaq? 2x üzərinə gəlsin 40 dərəcə, bərabərdir 180. 2x bərabər olur 140-a, x də olur 70. Deməli, biri 70 olur, birinin də üzərinə 40 gəlirsən, olur 110. Burada dərəcə ölçülərimiz 70 və 110 oldu. Baxaq B-yə. Biri digərindən 30 dərəcə kiçik olan. Əgər biri digərindən 30 dərəcə kiçikdirsə, deməli biri digərindən də 30 dərəcə böyükdür avtomatik. Ona görə kiçiyinə x yazırıq. Böyüyünə də x üzərinə gəlsin 30. Bu hesablamanı biz bilirik. Amma gəlin indi kiçik kimi işarə eləyək. Böyük tərəfə gəlin x deyək. Kiçik tərəfə də x çıxılsın 30. Şərtdə belə verilib, amma hər daim üzərinə gəlinsin, x üzərinə gəlsin 30 yazmaq daha sərfəlidir. Gəlin yazıq 2x çıxılsın 30 bərabərdir 180. 2x bərabər olur 210. X bərabər olur 105. Bizim böyük tərəfimiz olur 105 dərəcə. 105-dən də 30 çıxırıq 75. Kiçik tərəfimiz olur 75 dərəcə. Bayaqki kimi də hesablasız eyni cavabı alacaqdınız, amma məncə digəri daha rahatdır. 75 və 105 dərəcə. Baxaq digərinə. C-də deyir ki, biri digərindən 11 dəfə böyük olan. Birinə x deyirik, birinə də 11x. Gəlin yazaq. Birinə x dedik, birinə də 11x. Cəmdə 12x-dir. 12x bərabərdir 180. X bərabər olur 15-ə. Kiçik tərəf olur 15 dərəcə, böyük tərəfdə olur 165 dərəcə. 15 və 165. Son olaraq D-yə baxaq. Biri digərindən 4 dəfə böyük olan. Yenə də birinə x, birinə də 4x.
Ümumi olur 5x. 5x bərabərdir 180 dərəcə. X bərabərdir 36. Biri olur 36. Birində 36-nı 4-ə vururuq. 144 dərəcə. 36 və 144. Keçək 9-a. Şəkildəki notebookun qapağı AOB bucağı qədər açılmışdır. Bu notebookun qapağı neçə dərəcəli bucaq altında açılmışdır. Deməli, bizim AOB-miz 2x üzərinə gəlsin 30-dur bu hissə. Amma BO, buran da gələn el deyək. BOL-imizdə x üzərinə gəlsin 18-dir. Bura bir düz xətdir, bura 180 dərəcədir. Deməli, 2x üzərinə gəlsin 30-la x üzərinə gəlsin 18-i toplayanda biz 180 əldə eləyəcəyik. Yazırıq 2x üzərinə gəlsin 30. Üstə gəl x üzərinə gəlsin 18 bərabərdir 180. 3x üzərinə gəlsin 48 bərabərdir 180. 3x bərabərdir 132. X də olur 44. Deyir, bu notebookun qapağı neçə dərəcəli bucaq altında açılmışdır. Notebookun qapağı budaxı bu dərəcəli bucaq altında, yəni 2x üzərinə gəlsin 30 dərəcəli bucaq altında açılıb. Ona görə bunu tapırıq. X-i yerinə qoyuruq. 2 vurulsun 44. Üzərinə gəlsin 30. 88-in də üstünə 30 gələndə eləyir 128. 118 daha doğrusu. Cavabımız olur 118 dərəcə. Quşlar üçün hazırlanan evciyin damı yan divarlarla konqruent bucaqlar əmələ gətirməlidir. Şəkildəki evcik bu şərtə uyğundurmu? Yəni deyir ki, x ilə y üzərinə gəlsin 10 dərəcə konqruent, yəni bərabər olmalıdır. Gəlin görək bu şərt ödənilirmi? Deməli, bizim bir 180 dərəcəli düz bucağımız var. Bu bucaq. Bu hissə x üzərinə gəlsin 120 dərəcədir. Bu hissə isə x dərəcə. Gəlin x-i tapaq. Üzərinə gəlsin x bərabərdir 180 dərəcə. 2x üzərinə gəlsin 120 dərəcə bərabərdir 180 dərəcə. Biz bu tənlikdən tapdıq ki, x-imiz 30 dərəcədir. Bura 30 dərəcədir. Burada da x-i yerinə qoyuruq. Bu hissədə 150 dərəcədir. İndi bizə məlum olmalıdır ki, y üzərinə gəlsin 10 dərəcə 30 dərəcədirmi ya yox. Çünki deyir ki, bunlar konqruent olmalıdır. Gəlin bu hissənin də tənliyini yazaq. Bu bucaq x üzərinə gəlsin 140 dərəcədir. Bu bucaq isə y üzərinə gəlsin 10 dərəcədir. Bunların cəmi də 180 eləməlidir. Sadələşdirəndə 2y üzərinə gəlsin 150 dərəcə bərabərdir 180 eləyir. 2y bərabərdir 30. Y olur 15 dərəcə. Y-in yerinə də 15 qoyanda bu hissə ümumi 25 dərəcə eləyir. Bu hissəmiz isə bizim 30 dərəcə idi. Yəni deyir, konqruent bucaqlar əmələ gətirməlidir. Şəkildəki evcik bu şərtə uyğundurmu? Xeyr, uyğun deyil. Çünki konqruent olmur. Bura 30 dərəcə, bura isə 25 dərəcə olur. Keçək 11-ci suala. Lazer şousunda işıq şüaları şəkildəki kimi istiqamətlənib. ASB bucağı açıq bucaqdır. BSC bucağının dərəcə ölçüsü ASC bucağından 6,2 dəfə çoxdur. BSC bucağının dərəcə ölçüsü ASC bucağı. Bura deməli x-dir. Bu hissədə 6,2x. Açıq bucaqda axı ASB bucağı. Yəni 180 dərəcə bərabər olur. Bunların cəminə 7,2x-ə. Burada da x bərabərdir 25 dərəcə. Biz bildik ki, bura 25 dərəcədir. Bu hissəyə nə qalır? 180-dən 25 çıxırıq da, düz deyil. Amma biz bilirik ki, bu hissə 90 dərəcədir. Deməli, burada 90 dərəcədir. Gəlin biz birinci CSF bucağını tapaq. 90-dan 25 çıxırıq. Bura olur 65 dərəcə. Düzdür? Və indi gəlin sualları cavablandıraq. ASC bucağının dərəcə ölçüsü nə qədərdir? ASC bucağını da biz tapdıq ki, 25 dərəcədir. 25 dərəcə. CSF və DSF bucaqları konqruent olarsa, yəni bərabər olarsa. Deməli, biz buranı 65 tapdıqsa, deməli, bu hissədə 65-dir. Konqruent olarsa, bu bucaqların dərəcə ölçüləri nə qədərdir? 90-dan 25 çıxmaqla tapdıq ki, 65 dərəcədir. Baxaq 12-ci suala. Səblənin fikri doğrudurmu? Fikrinizi izah edin. Qarşılıqlı bucaqların tən bölənləri düz xətt əmələ gətirir. Bu fikri müxtəlif izahlarla doğruluğunu
təsdiq eləmək olar. Gəlin bir neçəsini deyək. Deməli, bizə qarşılıqlı bucaqlar verilib. Tutaq ki, bura 120 dərəcədir, bu hissələr. Buralarda 60 dərəcə və 60 dərəcədir. Biz 120 dərəcəli bucaqlar üçün tən bölən çəkmək istəyəndə nə edirik? Belə düz xətt çəkirik. Deyirik ki, bura 60-dır, bura 60-dır. 120-ni 2-yə bölürük, 60-60 düşür. Bu 120 üçün də gəlin bir tən bölən çəkək və deyək ki, bura 60-dır, bura da 60-dır. Qarşılıqlı bucaqlar yaranır 4 ədəd. Bura 60-dır və bura 60-dır. Deməli, biz bilirik ki, konqruent olduqlarına görə bilirik ki, bunlar qarşılıqlı bucaqlarıymış. Bura 60 olur, bura da 60-dır. Deməli, bu bucaqlarda qarşılıqlı bucaqlar olduğu üçün konqruent olur da, bərabər olur, düz deyil. Beləliklə, biz sübut eləmiş oluruq ki, qarşılıqlı bucaqların tən böləni də düz xəttəmələ gətirir. Bugünlük bu qədər idi. Hələlik.